Salam, mənə orxideya gülü hədiyyə etdilər və 3 gün sonra gördüm ki, gül özünü yaxşı hiss eləmir və qərara gəldim ki, qabını və torpağını dəyişim. Gördüyünüz kimi torpaq kökləri çürümüş və məhv olmuş, qurumuş vəziyyətdədir. Həmin içərisində olan torpağı tamamilə yudum. Orxideya gülünü torpaqdan istifadə etmirlər. Bu şəkildə qurumuş və çürümüş köklərdən azad etdim. Orxideya gülünü ən çox istifadə edirlər ağac qarpığının əzilmiş formasında olan hissəsini. Bu içərisində mən gördüm ki, mağazadan gələndə içərisində yosun qoymuşdular. Yosun rütubəti özündə saxlayır, suyu özündə saxlayır. Ona görə də ondan istifadə etmişlər. Mən isə belə bir şey aldım. Mağazada orxideya üçün torpaqdır. Yenə deyirəm, ağac qabığının əzilmiş formasıdır. Daha sonra yarpaqlarını tərtəmiz təmizləyirəm nəməkli dəsmalla və üzərinə çoxlu su əlavə edirəm. Biraz 10 dəqiqə suyun içərisində saxladıqdan sonra suyu tökürəm bir kənara və quru şəkildə qoyub saxlayıram.